English Grammar in Use, İngilis dili qrammatikası, lesson var. Birinci dərs, present continuous, indiki davamıcı zaman. İndiki davamıcı zaman ait cümləyə baxaq. Saray is in her car. Saray öz maşınındadır. She is on her way to work. O işə gedir. She is driving to work. O işə maşınla gedir. İndiki davamıcı zaman hərəkətin danışıq zamanı baş verdiyini bildirir. İndiki davamıcı zaman düzəldilməsi şəxslərə görə dəyişir. I ilə əmişlənir və fe'nin sonuna biz ing şəkilsi artırırıq. I am driving, he, she, it ilə is işlənir və fe'nin sonuna ing, he, she, it is driving, we, you, they ilə isə are driving, a işlənir və fe'nin sonuna biz ing şəkilsini əlavə edirik.